Bugünkü səfərimiz Şəki bazarınadır. Siz nə demək istəyirsiniz? Ara gedirik. Şəkiyə. Ara! Ayaq şəki. Ayaq. Pirəşki satan xaladan da xeyir duamızı alıb, pirəşkimizi yeyə-yeyə düşürük bazarı gəzməyə. Bazar mənə qarışıq gəldi. Bir tərəfdən şəklinin göz oxşayan şirniyyatları, bir tərəfdən təzə meyvə tərəvəz, başqa bir yandan isə paltar sıraları. Bazar qarışıq olsa da istədiyin hər şeyi burada tapmaq mümkündür. Hər küncdə ayrı bir seçim, ayrı bir dad var. Bu qarlı havada, bu soyuqda, səhərdən axşama qədər ayaq üstə dayanıb, zəhmətlə çörək pulu qazanan hər kəsin Allah kömək olsun. Bu bazarın ruhu da məhz bu insanlardır. Bu arada özümə bir kostyum da aldım. Bu şirin daydı da kostyumu düzəltdirdik. Necədir, bəyəndiniz? Fikirlərinizi mütləq şərhlərdə yazın. Ümumilikdə deyə bilərəm ki, Şəki bazarı çox canlı, çox rəngarəngdir. Burada hər kəsin öz aləmi var. Bu səs-küy, bu hərəkət bazara xüsusi ruh qatır. Bura gəlib bazarın məşhur kababını da yeməmək olmazdı. Kababın qoxusu belə adamı çəkir. Oradan da yeməyimizi götürüb evə tərəf yollanırıq. Videonu bəyəndinizsə bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək. Tamam da. Ulan hamısından bir